həmvətənlilər, doğma Ağdamlılar. Bildiğiniz kimi noyabr ayı bayramlarla zəngindir. 8 noyabr Zəfər günü bu bayramların en təntənəlisidir. Çünkü bu bayramda Azərbaycan xalqının birliği, Ali Başkomandan Cənab İlham Əliyevin dəmir yumruğu, şəhid və qazilərimizin vətən torpağına qarışmış qanı var. Ağdamın azad olunması bu bayramın tərkib hissəsidir. Məhz buna görə 20 noyabr Ağdam şəhər günü elan edilib. Bugün münasibətilə mən hər birinizi təbrik edirəm və tədbirimizi açıq elan edirəm. Əliyevin 20 noyabr Qarakənd faciəsi zamanı şəhid olan dövlət xadimlərimizin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Çok sağ olun. Allah cəmi şəhidlərimizə və tarix boyu Azərbaycan torpağının azadlığı, müstəqilliyi və toxunulmazlığı uğrunda canlarını fəda etmiş bütün qəhrəmanlarımıza rəhmət edər. Təbrik üçün söz verilir Ağdam rayon İcra Hakimiyyətinin başçısı Cənab Vaqif Həsənova. Bugün Ağdam rayonunun işğalından azad olunmasının 5-ci il dönümü və Ağdam şəhəri günü qeyd edildi. 20 noyabr 2025-ci il tarixdə Ağdam rayonunun Bayraq meydanında rayonun işğaldan azad olunmasının 5-ci il dönümü və Ağdam şəhəri günü qeyd edildi. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişdilər. Tədbirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək 2020-ci ilin noyabrın 20-sində Ağdam rayonunun işğalından azad olmuş ərazisinin Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan ordusunun heç bir itki vermədən, qan tökmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından, Müzəffər Ali Başkomandan İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqların təltif olunması üçün
Ağdamın azad olunmasına görə medalların və eyni zamanda tarixi qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 20 noyabr tarixinin Ağdam şəhəri günü kimi təsis olunmasından bəhs etmişdir. Tədbirin bədii hissəsi Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə davam etdirilmişdir. Birliyidir gücü dövlətin. Qürur mənbəyidir rəhbər millətin. Gəldi öhdəsindən zülmün, zillətin. Səninlə birlikdə cənab komandan, qələbən mübarək. Ey Azərbaycan, illər ağrımıza məlham olmadı. Ömür ötüb keçdi, həsrət solmadı. Arzular yaxşı ki qəlbdə qalmadı. Aldıq Qarabağı sənlə komandan, qələbən mübarək. Ey Azərbaycan, şanlı vətənimin igid əskəri göstərdi dünyaya gücü, hünəri. Zəfərlə tərk etdi sonda səngəri. Sənin rəhbərliyin altda komandan, qələbən mübarək. Ey Azərbaycan, şəhidlər qanıyla yoğruldu torpaq. Yağı caynağından çıxdı Qarabağ. Güldü üzümüzə hər dərə, hər dağ. Sən yazdın yeni bir tarix, komandan, qələbən mübarək. Ey Azərbaycan, mənfur düşmənlərə ölüm, qana qan. Bu sözü sən dedin daim ucadan. Sevincə bürünsün hər tərəf, hər yan. Dünya təbrik edir bizi, komandan, qələbən mübarək. Ey Azərbaycan, qələbən mübarək. Ey Azərbaycan. Sağ olun. Tədbirimizin bədii hissəsinə başlayırıq. Çıxış edir Ağdam Musiqi Kollecinin Qələbə Ritm qrupu. Qrup rəhbəri Fuad Ağayev.
tarixən Ağdam torpağı, Ağdam şəhəri kəndləri ilə birlikdə, bütün ərazisi ilə birlikdə qəhrəmanlar yurdu olub. Qələbəyə, zəfər gününə aparan bu uzun yol Ağdamlılar üçün hələ 80-ci illərdən başlamışdı və Ağdamın mərkəzi meydanından başlayan bu hərəkat sonralar səngərlərə keçdi. Meydanda rəhmətli Eldar Bağırovun rəhbərliyi ilə başlamışdı bu hərəkat və sonralar Ağdamın igidləri bayaq Cənab Paşanın qeyd etdiyi kimi 6000-dən artıq şəhid o deməkdir ki 60.000-ə yaxını da vuruşurdu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ağdamın Allahverdi Bağırov kimi, Biled Asif kimi tanıdığımız Asif Yusufoğlu Məhərrəmov kimi, Əlabbas Gəndərov kimi, Nadir Əliyev kimi, Şirin Mirzəyev kimi, Yaqub Rızayev kimi, Can Polat Rızayev kimi və saymaqla qutarmayan qəhrəmanları olub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Növbəti musiqi nömrəsini sizlərə təqdim edirik. Gözəldir, hər yan gözəl. Oxuyur Musiqi Kollecinin müəllimi 2019 televiziya muğam müsabiqəsinin diplomantı Heyrat İbayev. Müşayiət edir kollecin Qarabağ İnstrument Ansamblın bədii rəhbəri Bəhruz Aslanov. Azizim Şirvan güzel, bir güzel muğamdır. Azizim Şirvan güzel, bir güzel muğamdır. Güzel vatanımda, güzeldir her yan güzel, güzeldir her yan güzel. Güzel vatanımda, güzeldir her yan güzel, güzeldir her yan güzel.
Güzeldir her yan güzel, güzeldir her yan güzel, güzeldir her yan güzel, güzeldir her yan güzel. 1970-ci illərdə Ağdam şəhərinin küçələrini gəzəndə hər həyətdən bir avaz gəlirdi. Baxırdın ki, bir böyük ağacın başına dırmaşmış körpə bir uşaq sona bülbülləri oxuyur. Başqa bir həyətin yanından keçəndə görürdün ki, başqa bir uşaq sənsiz ey şux mənim xoş güzaranımdır deyən misra ilə başlayan bir segah oxuyurdu və s. Və bu uşaqların oxumasını ilham verən böyük sənətkarlarımız idi. Allah rəhmət eləsin hamısına, dünyasını dəyişən ustadlarımıza. Qədir Rüstəmov, elə qeyd edim ki, bugün Qədir Rüstəmovun doğum günüdür, anım günüdür. Arif Babayev, Şahmalı Kürdoğlu, Səxavət Məmmədov, Sədi Məmmədov, Əbülfət Əliyev və çox sadalamaq istəmirəm, çünki elə günümüzün çoxu buna gedər, çünki Ağdam sənətkarlar diyarı idi və bu yaxınlarda dünyasını dəyişmiş tarzənimiz Ramiz Quliyevə də Allahdan rəhmət diləyək. Qurban Perimov kimi böyük sənətkarımız olub. Ağdamın Rəmişolov dünya ilə bir adı olan və bu musiqiçilərin, bu xanəndələrin davamçıları yetişir, yetişməkdədir. İnşallah ki, hələ biz gənc ifaçılarımızın, gənc istedadlarımızın səsini zaman-zaman eşidəcəyik. Ağdamımızın həm də böyük ziyalıları, yazıçıları, şairləri, inanç yerimiz, güvənç yerimiz olan seyitləri olub. Əbdülrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Şahmar Əhbərzadə, Famil Mehdi, Adlə xanım Namazova, Xudu Məmmədov, ruhları şad olsun. Rafiq Əliyevimizə Allah dəyməsin, Allah uzun ömür versin. Seyitlərimiz Seyid Lazım ağa, Xübəli ağa, Seyid Abdin ağa, Sarı Seyid də deyirdilər. Məkanları cənnət olsun, ruhları şad olsun. Doğma Ağdamımız artıq azaddır. Məscidimiz azaddır. Və məscidimizin adını çəkərkən mən istəyirəm mütləq Məhəmməd ağa Müştehidzadə öz dövrünün çox böyük ziyalısı, şairi, alemi və Ağdam məscidinin 30-cu illərin repressiyasından xilas olmasının səbəbkarı bir insan Əmir Heydər ağanın adını çəkəm, Axud Barata da Allah rəhmət eləsin. Uzun illər Ağdamda zəhmət olub. Və növbəti musiqi nömrəsini bizlərə Ağdamın mənim mahnısı ilə kollecin müəllimi, 2025-ci il televiziya muğam müsabiqəsinin diplomantı Əskər Əskərzadə təqdim edir. Sen
göz karamakta. Mehriban aman 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 ey. Mehriban karşılar dolmalı yanı, güzel karanlıkta naz karanlıkta yarılar. Her seher sefer soranı, gelir günlerin şadmanı. Ana beterim, 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 ana beterim. Aşık Qaraş, Aşık Xosrov və neçə adlı sanlı ustad aşıqları olub. Və heç təsadüfi deyil ki, bugün Ağdam Musiqi Kollecində saz sənəti də tədris edilir. Növbəti musiqi nömrəsini bizlərə məhz həmin kollecin aşıq sənəti müəllimi Aşıq Mehdi Mənsumov təqdim edəcək. Ne de kuru görkem oğul, Türk oğluyam, Türkem oğul. Açığam, her neyem buyam, İnanma namerde uyam, alışana serin suyam, üşüyene Türkem oğul, Türk oğluyam, Türkem oğul, Türk oğluyam, Türkem oğul.
Səhavətli, əli açıq, əmri var, havası var. Gəl ay dostum bu yerlərə, burada cənnət havası var. Burada cennet havası var. Burada cennet havası var. Faktır ki, Vaqif Həsənov cənablarının Ağdam rayonuna icra başçısı təyin olunduğu gündən Ağdamda ictimai həyatda bir canlanma əmələ gəlib. Müxtəlif tədbirlər sistemli hal alıb və vaxtaşırı belə tədbirlər keçirilir. Əhalimiz, cəmaatımız bir yerə toplaşır, bayramlarımızı qeyd edirik birlikdə. Şəhidlərlə bağlı tədbirlərdə Vaqif müəllimin rolu danılmazdır. Çox böyük tədbirlər keçirilir və buna görə də biz Vaqif müəllimə öz təşəkkürümüzü bildiririk. Eyni zamanda qeyd etmək istəyirəm ki, Ağdamda belə tədbirlərin daha gözəl, daha təntənəli, daha təmtəraqlı alınmasının bir səbəbkarı da görkəmli sənətkarımız, gözəl xanəndəmiz, Respublikanın əməkdar artisti Feyruz Səxavətdir və o Ağdam Musiqi Kollecinə direktor təyin olunduğu gündən özünün yaratdığı Qarabağ ansamblı ilə birlikdə bütün tədbirlərimizin yaraşığıdır, bəcəyidir, ovqatıdır, əhval-ruhiyyəsidir. Və məhz bu məqamda mən sözü gözəl sənətkarımız Feyruz Səxavətə vermək istəyirəm. Onun ifasında gözəl mahnılar dinləyəcək.
Varlığımdır bil, ağdan bir gözümdür, berde bir gözüm. İki söz yaklaşım kurban sana, ağdan ilk sözümdür, berde son sözüm. Ağdan bir gözümdür, berde bir gözüm. Bahçalar, bağlar içtikçe ses verir tar tar.
Gel kardeş bu yeri vereyim hanı, aktarsan tapmazsan erzi dünyanın. Eli olmayı unutmuşsan Azerbaycan'ı. Yok ben ona kurban özüm, ağdan bir gözündür, berde bir gözüm ağzım.